Oğlunuz evlənsə söynərsiz. Sətdəysə hamısı nənədir ki, oğlun evlənməyinə söymüyor. Bütün sən nənən. Yine başladım. Geç baba. Bə niyə evlənməkdən sonra xanımın yola Ah vermisiniz? ben ona bir daha hanım büyüktür aktardım, kan mühendis aktardım. Ne bu itin kızı? Oğlunuz nə karədir məcə? Beşur da hərdən dədəsinin maşınıyla musafir keçdik elə. Əgər oğlunuz gəlininizin üstünə hislənsə, pis rəftar eləsə biləsinə, neynərsiniz? Yox, Celini təşviq elərəm biləsin, arvada ki, hüz verməyəsən. Onda kürəkənizdə qızınızla pis rəftar eləsə yaxçıdır. Yox, yeri qələt eləyib, blanzal illərdir, o tapıb, arvadın ərzi var, ehtiramı var, başı var. Əgər gəliniz oğlunuzun üstünə hislənsə, Mənə nə hislənsə, gəlinimi də çırram, bunu da çırram, səni də çırram. xanım, bəlkə günah oğlunuzda. Mənim oğlum günahdan mübərradır, bədbəxtidir mənim oğlum. Gəlinizlə qızınızın arasında fərq qoyarsınız. Yok baba niye görə fərq qoyam? O da bu evin qızıdır da nə fərq eləyir? Yəni hənnəminə qızıva aldın, gəlinivə də alarsan. Həm baba şahid ondan da yaxşı sən aldım geyir oğlumun evinə. Baba nə var axı? Axı gəlindən adama qız sıxar. Gəlinizin xanvadəsinə ehtiram qoyarsınız. Bəli, niyə ehtiram qoymaram? Ehtiramlı xanvadədir. Məxsusən oğlumun qeynanası çox anlaqlı bir daha xanımdır. Ay xəbərini gör, görsən, elə bəhanə axtarıyor, iflidən soxamam gözümə. Sənə deyərəm, yurtacıyam səni. Əgər oğlunuzun bir müddət iş olmasa, gəlin neynəməlidir? Baba geçinə də az indicanlığın üstə şahısı var. Bir gün pul olar, bir gün olmaz. Kürəkəninizin işi olmasa da pəs nigaran qalmasın da. Necə ya? Qızı mən naz nemətdə böyütmüşəm. Gedə xalqın evində aclıq çəkər. Olar axı.